Salamlar, hər birinizi xoş gördük. Yeni bir video izahla qarşınızdayım və bu video izahdan sonra bəlkə də belə deyək, qulağınızda mənim səsim qalacaq və bəlkə də məndən zəhləniz gedəcək. Çünki bu günə qədər olan videolarımın bəlkə də ən uzunu bu video olacaq. Bu günləri sizinlə interaktiv dərsin təşkilindən danışacağıq. Yəni formalardan və üsullardan. Formalar asandır, amma bildiyiniz kimi üsullar çoxdur və mən əvvəlki video izahımda keçmişdə, yəni əvvəlki MİQ imtahanlarında daha çox bizə lazım olan üsullar barəsində onsuz da danışmışdım. Amma yenə bu videoda təzələdik. Bu videoda bu günə qədər kitablarda gördüyünüz bütün üsullar haqqında danışacağıq. Və ona görə də bir qədər uzun bir video olacaq. Ümid edirəm ki, səsimdən yorulmarsınız. Bu videodan sonra bəlkə də bir müddət video çəkmərəm. Yəni bu barədə fikirləşmək olar. Təbii ki, bu bir zarafatdır. Bacardığım qədər asan dildə izah etməyə çalışacağam. Əsas məqamları qeyd eləyəcəm. Və ümumiyyətlə ilk başda bunu qeyd eləyim ki, forma və üsulların adını biz harda çəkirik? Yadınıza gəlirsə, fən kurikulumlarının strukturunda biz demişdik ki, fən kurikulumunun strukturu 4 hissədən ibarətdir, əsas olaraq 3 hissədən ibarətdir və bu 3 hissədən, əsas 3 hissədən ikinci hissəmiz var idi. Bizim təlim strategiyaları və təlim strategiyalarının içərisində forma, üsul və təlimin təşkilinə verilən tələblər və bir də ən axırda planlaşdırmanı qeyd etmişdik. Və bu günləri biz artıq onu deyək ki, təlimin təşkilinə verilən tələblər barəsində artıq danışmışıq, video izahımız var. Dinləmək istəyənlər yenidən videoların arasından tapıb dinləyə bilər. Və bu günləri forma və üsullardan danışacaq. Bir dənə təlim strategiyalarında qalacaq planlaşdırmamız. Planlaşdırma ilə bağlı mənim video izahım var. Amma yenə də yeni bir-iki cümlə əlavə etməm lazım olduğu üçün ola bilər ki, onu da yenidən çəkim, sizlərə təqdim eləyim. Dayanmaq yoxdur, yenilənməyə doğru davam edirik. Çox danışdım. Gəlin vaxt itirmədən keçək bu yorucu mövzumuzun izahına. Deməli, ümumiyyətlə, yenə də qeyd edirəm ki, təlim strategiyası bölməsində danışırdıq. Strategiya odur ki, tutaq ki, mənim bir iş görmək istəyirəm və bu işi hansı üsuldan, hansı vasitədən istifadə edərək görəcəm, hansı mənim taktikam var ki, bunu asan formada icra edeyim. Və təlim strategiyası da deyəndə biz bunu nəzərdə tutmalıyıq ki, dərsimi daha maraqlı təşkil etmək üçün istifadə etdiyim taktikalar. Və burada bizə təbii ki, ən çox nə kömək olacaq? Formalar və üsullar. Keçid alaq. İlk birinci danışaq asan hissəmizdən, formalardan. Təlim formaları və yaxud da biz buna başqa adla iş formaları deyəcəyik. Forma odur ki, dərsi təşkil etdiyim quruluş. Və 4 dənə biz təlimdə formadan istifadə eləyəcəyik. Fərdi işdən, cütlərlə işdən, qruplarla işdən və bir də bütün siniflə işdən və yaxud da buna biz kollektivlə işdə deyirik. 4 dənə formamız var və bu formaların hərəsinin özünə məxsus xüsusiyyəti, mənfiləri, müsbətləri var. Bu barədə danışacaq. Birinci danışaq fərdi işdən. Fərdi iş odur ki, loğru dildə deyirəm, tək-tək uşaqları dinləyirsiniz, tək-tək uşaqlarla işləyirsiniz. Və bu müsbət cəhəti ondan ibarətdir ki, hər bir uşağa sərbəst düşünməyə imkan verir, onun potensial imkanını üzə çıxardır. Mən bilirəm ki, tutaq ki, Əli adında şagirdim nəyi bilir, nəyi bilmir. Onun müsbəti, mənfisi nədir? Çatışmazlığı nədir dərsdə? Bunları açıq-aydın görürəm, çünki bir nəfərlə işləyirəm, bir nəfərin xüsusiyyətlərini açıq-aşkar görürəm və o da öz düşüncəsini sərbəst şəkildə mənə bildirir. Müsbət tərəfi deməli o oldu ki, inkişaf yönümlülüyə şərait yaradır, yəni şagirdin inkişaf səviyyəsini izləməyimə kömək eləyir. Zəif tərəfi üzə çıxardır, sərbəst düşünməyə imkan verir, özünə inam formalaşdırır şagirdə, çünki biri var mən tək danışam, öz düşüncələrimi sərbəst şəkildə bildirəm və təbii ki, bu məndə özümə inam artacaq. Deməli, mən deyəcəm ki, aha, mən bir işi bacarıram. Və bir də ki, təbii ki, şagirdləri tək-tək qiymətləndirməyim üçün mənə kömək olacaq. Amma bunun çatışmazlığı nə olacaq? Təbii ki, əgər mənim sinifimdə çox uşaq varsa,
Tutaq ki 20 nəfər var, 30 nəfər var. Təbii ki, bu formanı keçirmək məndə problem yaradacaq. Niyə görə problem? Çünki mənə verilən 45 dəqiqə vaxt var. Bu 45 dəqiqənin içərisində mən 30 uşağı dinləyə bilmədiyimə görə vaxtımı çox aparmış olacağam. Daha sonra şagirdlərdən tək-tək soruşduğuma görə şagirdlər arasında əməkdaşlıq formalaşmayacaq, ünsiyyət qurmaq bir-birləri ilə formalaşmayacaq. Yəni bu kimi çatışmazlıqlar var, amma ümumən qiymətləndirmə aparmaq üçün və şagirdin fərdi xüsusiyyətlərini ortaya çıxarmaq üçün çox gözəl formalardan biridir. Bu oldu bizim fərdi işimiz. Mənfi ona görə oldu ki, vaxtımı çox apardı. Keçək ikinci işə, bu cütlərlə iş oldu. Cütlərlə işin açar sözü bu olacaq ki, iki nəfərin arasındakı bir iş formasına söhbət gedir və təbii ki, burada daha yaxından əməkdaşlıq olacaq. İki nəfər bir-biri ilə əlaqə qurur, bir-biri ilə iş görür və belə deyək də, bu daha çox şagirdlər arasında əməkdaşlıq üçün optimal imkan yaradan bir üsul olacaq. Müsbət tərəfi o olacaq ki, burada iki nəfər arasında olan əməkdaşlığı qiymətləndirmək olacaq. Şagirdlər ikisi bir-birindən və yaxud da biri bir-biri ilə birlikdə öyrənəcəklər. Qarşılıqlı fikir mübadiləsi aparıb ortaq bir nəticəyə gələcəklər. Aktiv dinləmə bacarığı formalaşacaq. Bir-birimizi aktiv dinləyəcəyik. Çünki iki nəfərin bir-birini dinləməsi daha asan olur. Çətinlik çəkən şagird daha güclü şagirddən daha çox şey öyrənəcək, belə deyək, iki nəfər bir-birinə olanda və şagirdlərdə yardımlaşma hissi formalaşacaq. Təbii ki, bunun çatışmazlığı nə olacaq? Ola bilər ki, mən elə bir insanla birləşdiriblər ki, sinifdə mən ondan ümumiyyətlə yola getmirəm, mənfi münasibətim var və təbii ki, mənfi münasibət varsa bu cütlərlə işimiz bizim effektiv olmayacaq. Belə deyək, mən deyəcəm Qaradağdan, o deyəcək Aladağdan, bir-birimizin arasında çəkişmələr, mübahisələr baş verəcək. Və bir də əgər şagirddə rəy vermə bacarığı yüksək olmasa, bu forma yararsız olacaq. Rəy vermə bacarığı odur ki, məsələn, əgər mənim yanımdakı əməkdaşlıq elədiyim insanda səhv varsa, səhv yöndə gedirsə, mən ona rəy verməyi bacarmıramsa, deməli ki, bizim işimiz təbii ki, səmərə verməyəcək. Rəy vermək odur ki, birinə qarşı öz münasibətini, düzü səhvi biruzə vermək. Bu da oldu bizim cütlərlə işimiz. Nisbətən, fərdi işə nisbətən az vaxt aparır, daha səmərəlidir, daha çox şeyi qiymətləndirməyimizə və daha çox münasibətin yaranmasına kömək edən formalardan biridir. Keçək üçüncü formamıza. Üçüncü formamız olacaq qruplarla iş. Qruplarla iş barəsində mən əvvəlki videoda daha çox danışmışdım, amma burada nisbətən biraz onu yığcamlaşdıraq. Qrup işi adından da göründüyü kimi bir neçə nəfərin birgə fəaliyyətindən söhbət açılır. Təbii ki, kiçik qruplar var, böyük qruplar var. Kiçik qruplar 4-5 nəfərdən ibarət olanlardır. 4-5-dən yuxarı olanlar isə böyük qrup adlanacaq və bunun müsbət tərəfi nə olacaq? Daha çox əməkdaşlıq olacaq burada. Artıq burada biz daha yaxından əməkdaşlığı yox, sadəcə əməkdaşlığı qiymətləndirəcəyik. Fikir müxtəlifliyi yaranacaq, fəallıq, təşəbbüskarlıq yaranacaq. Burada diferensiasiya prinsipi, yəni bir neçə xüsusiyyətə malik olan insanlar, fərqli xüsusiyyətlərə malik olan insanların bir araya gəlməsindən söhbət açılacaq, rəqabət güclənəcək, maraq, qarşılıqlı bir-birlərinə nəzarət, yardım, məlumat mübadiləsi kimi bacarıqlar formalaşacaq. Yəni əslində qrup işindən Azərbaycan təhsil sistemində daha çox istifadə edildiyi üçün belə deyək, bütün müsbət hallarımız bizim bura daxildir və ən əsasda idrac fəaliyyətinin inkişafı baş verəcək və ən vacib məqamlardan biri də az vaxt aparacaq. Yəni az vaxtda biz daha geniş məlumat əldə edəcəyik. Çünki biri var, bir şeyi tək nəfər və ya 2 nəfər birlikdə aparsın. Bir də var ki, qrupda 5 nəfər var. 5 nəfər daha sürətlə bir məlumatı əldə edəcək və təbii ki, mənfi cəhəti nə olacaq? Ola bilər ki, qrupun içərisində 5 nəfər var. O 5 nəfərin ikisi daha fəal iştirak edəcək. Yerdə qalan 3 nəfər işləməyə bilər. Bu da qrup üzvləri arasındakı narazılığa səbəb olacaq. Fikir ayrılıqları ola bilər və bir də səs-küy yarana bilər. Çünki qruplarla işdə ola bilər ki, məsələn, səsli işləyirlər. Çünki yanımdakı məni eşidəcək, amma mənim qarşımdakı məsələn məni eşitməkdə çətinlik çəkəcək. Bu da ona görə mən səs tonumu biraz qaldırıram və beləliklə sinifdə səs-küy yaranmış olacaq.
Bu da oldu bizim qruplarla işimiz. Yəni yenə də deyirəm, Azərbaycan təhsil sistemində ən çox istifadə olunan iş formalarından biridir. Ən az cütlərlə işdən istifadə olunur, fərdi və kollektiv işdə istifadə olunanlardandır. Bu da qrupla işimizin qısa izahı idi. Qruplara bölmənin texnikaları var. Biz artıq bunu bilirik. Saya görə, ad gününə görə, adın baş hərfinə görə, püşk atma yolu ilə müxtəlif üsullarla biz qruplara bölmə texnikasını həyata keçirə bilərik. Ən əsas bunları yadda saxlayırsınız və nəhayət biz keçirik 4-cü formamız olan bütün siniflə iş və ya kollektivlə iş. Kollektivlə iş adından da göründüyü kimi bütün sinif yerində qalır və mən bütün siniflə sorğu-sual aparıram, iş eləyirəm və üzr istəyirəm. Çatışmazlığı bunun nə olacaq? Müsbət cəhəti ümumiyyətlə olacaq ki, vaxtım az gedəcək. Çünki hamı ilə frontal sorğu apardım və beləliklə vaxtım az getdi. Amma çatışmazlığı çoxdur bunun. Bəzən ola bilər ki, ancaq fəal şagirdlər iştirak eləsin, utancaq şagird diqqətdən kənar qalsın və ən vacib çatışmazlığından biri də sinifdə xaotik səs-küy yaranacaq. Yəni bizim dildə desək sinif olacaq. O Azərbaycan müəllimlərinin istifadə etdiyi söz var. Qarğabazara dönəcək. Ağız deyəni qulaq eşitməyəcək bir sözlə və bu da ən böyük çatışmazlıqlardan biri olacaq. Biz bilməyəcəyik ki, orada nə öyrənmişik, kim öyrənib, kim öyrənməyib. Və bir də bir qeydinə yadda saxlayır ki, biz təlim formasını seçərkən nələri nəzərə almalıyıq? İlk başda məzmun standartını, təlim üsulunu, təlimin məqsədini, təlimin nəticələrini və təbii ki, şagirdlərin sayı ən vacib məsələlərdən biridir deyərdim. Çünki təsəvvür edin, sinifdə bir nəfər şagird var. İndi bəzi kənd məktəblərində olur. Yəqin ki, kənd məktəblərində işləyən müəllimlər bunu bilir. Bir nəfərlə mən ancaq fərdi iş apara bilərəm. Cütlər alınmayacaq. Qrup alınmayacaq. Deməli ki, şagird sayı ən önəmli faktorlardan biri idi. Deməli, bu oldu bizim təlim formalarımız. Ümid edirəm ki, anlaşıqlı oldu və indi keçirik belə deyək ən çətin məqamlardan birinə. Təlimin üsulları. Təlimin üsullarını seçərkən biz nələrə diqqət yetirməliyik? Şagirdin təcrübəsinə, təlim məqsədinə, təlim formasına, biliklərin həcminə, şagirdin sayına, vaxta, kabinetimin şəraitinə, texniki avadanlıq, materialın təminatı, dərs mərhələsinin nəticəni və yaş səviyyəsini nəzərə almalıyıq. Və bunu deyim ki, mən hər üsulu metod adları ilə bölmüşəm və bunu özünüz elə şəkil kimi skrin eləyib oxuya bilərsiniz və mən keçirəm artıq bir-bir belə deyək üsulların izahına. Birinci müzakirə metodu üsullarından başlayacağam. Elə akvariumdan başlayacağam. Akvariumun belə deyək, həmişə akvarium nədir? Balıqların içərisində yaşadığı yer. Və bunu həmişə belə deyirəm ki, balıqlarla yadda saxlayın. Vahid burada fikir önəmli deyil. Ən əsas bunu yadda saxlamalıyıq. Məqsəd bundan ibarətdir ki, biz müzakirədə ilərləyə bilək. Diskussiya vərdişləri inkişaf eləyir və bunun formasında xarici və daxili dairə var və ya daxildə oturanlar müzakirə eləyir və xaricdə oturanlar o daxildə oturan müzakirəni qiymətləndirir və yaxud da əksinə xaricdə oturan müzakirə eləyir, daxildə oturan qiymətləndirir. Yəni bir mövzu atılır, mövzunun müzakirəsi edilir. Bir-birimizin zəif və güclü tərəflərini öyrənə bilirik beləliklə və burada da tənqidi müzakirə və yoldaş qiymətləndirilməsi bacarığı formalaşdırır. Çünki yenə də deyirəm, müzakirə tənqid elədiyi mövzunu qiymətləndirdilər və yaxud da əksi, daxili və xarici dairə formasında və bunu sırf quruluşuna görə biz akvarium adlandırmışıq. Daxildə oturanlar bizim balıqlarımızdır, xaricdə oturanlar isə akvariumdur. Daha sonra keçək növbəti müzakirə üsuluna, diskussiya. Diskussiya biz artıq bilirik, discussion nədir? Müzakirəyə çıxartmaq, müzakirə etmək. Təbii ki, məqsədi nə olacaq? Araşdırma və bir məsələni aydınlaşdırma. Analog, oxşarlıq və fərqlərin araşdırılması və burada alternativ həll yolları ortaya çıxacaq. Və təbii ki, biz bir-birimizi diskusiyada iştirak ediriksə, orada dinləmə mədəniyyəti formalaşmalıdır. Hamı bir-birinin fikrinə hörmət etməlidir və dinləməlidir. Münaqişə həlli, yarımdairəvi və dairəvi stol formaları var, amma bunlar yenə də deyirəm, bizim üçün elə də vacib bir deyil, sadəcə deyirik. Və diskussiya sinifdə demokratik mühit yaradan üsullardan biridir. Çünki hamı öz fikrini
sərbəst şəkildə müzakirəyə çıxara bilər. Və bu zaman biz istifadə edirik təbii ki, açıq suallardan, aydın şəkildə nə isə təqdim etməkdən və müzakirəni tənzimləmələrdən istifadə edirik. Bu da oldu bizim diskusiyamız. Daha sonra keçək növbəti üsulla debat. Debat da diskusiya kimi bir belə deyək, üsuldur, amma burada iki dənə tərəf olur. Biri belə deyək, lehinə, biri də əleyhinə mövzunun çıxış eləyir və burada biz mütləq şəkildə üçüncü tərəfi inandırmağa məcburuq. Fikirlər təsdiq və yaxud da təkzib formasında olmalıdır. Bunun ardıcıllığı necə olur? Birinci mövzunu müəyyənləşdiririk, sonra rolları müəyyənləşdiririk, yəni hansı tərəf təksib eləyəcək, hansı təsdiq eləyəcək, dəlil hazırlayırıq, debat, çarpaz suallar istifadə olunur, nəticə çıxarırıq və ən sonda qiymətləndirmə aparıb hansı tərəfin düzgün olduğuna, hansı tərəfə inandığımızı ortaya çıxardırıq və bu şagirddə nə formalaşdıracaq? Dinləyib anlama, nəticə çıxartma, ümumiləşdirmə, sual tərtib etmə və ya sual vermə, təhlil etmə, əsaslandırma, mövzunun araşdırılması, əsas anlayışlarla iş, arqumentlə iş, natiqlik məharəti, qərar qəbul etmə bacarığı kimi bacarıqları formalaşdıracaq. Bu da oldu bizim debatımız. Daha sonra klassik dialoq və yaxud da buna biz başqa adına Sokrat dialoqu da deyirik. Klassik dialoqun ən əsas məqsədi ən səmərəli həll yolunu tapmaqdır. Bu da müzakirə metodlarından biridir. Bu üsul yəni öncədən mətn təqdim olunur və o mətnin yaxın analizinə əsaslanır. Müzakirə və interpretasiya üçün çoxlu əsas verən bir mətn seçilməlidir burada. İnterpretasiya bu arada öz fikrini yürüdə bilmək bacarığı deməkdir. Və təbii ki, bu seminara başlamazdan əvvəl şagirdlərə hazırlaşmaq üçün vaxt verilir və bir neçə açıq tipli suallarla müzakirə başlayır. Eyni ilə debata bənzəyir. Sadəcə debatdan fərqi bundan ibarətdir ki, biz burada üçüncü tərəfi inandırmaq məcburiyyətində qalmırıq. Sadəcə öz belə deyək, tərəfimizi müdafiə eləyirik. İnanırsınız, inanın, inanmırsınız, inanmayın teması burada əsas rol oynayır. Daha sonra müzakirə xəritələri. Müzakirə xəritələri də müzakirə metodlarına aid olan üsullardan biridir. Burada əsas nəyi yadda saxlamalıyıq? Humanitar fənlərdə istifadə olunan bir üsuldur. Və burada ardıcıllıq necədir? İlk başda geniş spektrli bir sual atılır ortaya. Cavab və fərziyyələri dinləyirik. Sonra izah və əsaslandırmalar istənilir. Alternativ fikir və ideyalara sövq eləyirik. Daha sonra fikirləri əsas mövzuya yönəltmək üçün suallar veririk və ən sonda da, müzakirənin sonunda da əsas məqam və deyilən fikirləri ümumiləşdirib bir daha nəzərə çatdırırıq. Və bu şagirddə nəyi formalaşdıracaq? Proqnozlaşdırma, nəticə çıxartma, ümumiləşdirmə, təhlil etmə və təfəkkürün inkişafı, məntiqi və tənqidi təfəkkürün inkişafını və bir də təbii ki, şifahi nitq bacarıqlarını formalaşdıracaq. Bu da oldu müzakirə xəritələrimiz və müzakirə xəritələrimiz yadda saxlayırıq ki, debat üçün hazırlıq rolunu oynayır. Daha sonra Bibo üsulundan biz nə danışa bilərik? Bibo üsulu əqli hücum metodlarına aid olan bir üsuldur. Bunun açılışı belədir ki, bilirəm, istəyirəm, bilim və öyrəndim. Bu üsulun əsas məqsədi ondan ibarətdir ki, əvvəlki bilik və təcrübə ilə, yəni əvvəl qazandığımız bilik və təcrübə ilə yeni bilik arasında hər hansısa bir əlaqə yaratmaq və onları bir-biri ilə müqayisə etmə imkanı bizdə formalaşır və bir də təbii ki, nə edir? Şagird düşüncəsini optimallaşdırır, yəni ən yaxşısını seçməyə imkan verir və bu üsul bizim diaqnostik qiymətləndirmə vasitəsi kimi də istifadə olunur. Bu da o deməkdir ki, şagirdin ilkin biliyini qiymətləndirməyə şərait yaradır və bu şagirdlərdə nə formalaşdıracaq? Əvvəlki və yeni biliklə əlaqə yaratmağa, şagirdin düşüncəsini optimallaşdırmağa, əvvəlki təcrübəni nəzərdən keçirməyə və suallar formalaşdırmağa və köhnə və yeni biliklərin xüsusiyyətlərini bilməyimizə kömək olacaq. Növbəti əqli hücum metodu auksion. Auksionun əsas məqsədi cisim və hadisələrin xüsusiyyətlərini öyrənmək, qaydanı izah etmək, dinləmə mədəniyyətini inkişaf etdirmək, qiymətləndirmə və təhlil proseslərinin inkişafı, bilikləri aktuallaşdırmaq, bilik və anlamanı müəyyənləşdirməkdir və bu üsulun
belə deyək ki, forması necədir? Axırda kimsə qalib gəlir, suallar səsləndirilir. Məsələn, 7 rəqəmini necə alarsınız? Hərə bir tərəfdən nəsə deyir, 5 üstə 2, 6 üstə 1 və ən sonuncu cavabı verən qalib sayılır. Bu, şagirddə nəyi formalaşdıracaq? Öyrənilən cismin və hadisələrin xüsusiyyətlərini sadalamaq, dinləyib anlama bacarığı və köhnə biliklərdən istifadə etmək bacarığı formalaşdıracaq. Daha sonra anlayışın çıxarılması. Anlayışın çıxarılmasını biz başqa adla deyirik oyun tapmaca üsulu. Çünki tapmacanı xatırladır. Burada biz yeni anlayışı müstəqil formada çıxardırıq. Necə olur? Anlayışın xüsusiyyətləri sadalanır və şagird o anlayışın xüsusiyyətlərini dinlədikdən sonra anlayışın nə olduğunu tapır. Və şagirddə ümumiləşdirmə, qruplaşdırma, assosiasiya yaratmaq, məntiqi təfəkkürü inkişaf etdirmək kimi bacarıqları formalaşdıracaq. Məsələn, insanın özünə qayıdır, insanı mənlə saflaşdırır, xeyirxahlığın əsas əlamətidir, heç vaxt itmir. Bu nə olacaq? Təbii ki, insanlıq olacaq. Yəni, bu kimi biz tapa bilərik. Daha sonra davam eləyirik. Beyin həmləsi. Beyin həmləsi əqli hücum adı ilə də adlanır və bunun qədim adı var Brisson üsulu. 2019-cu ildə MİQ qəbul imtahanında bu ad çəkilib və bunun əsas məqsədi nədir? Problemin həll yollarını, çıxış yolunu tapmaq, təhlil aparmaq və səmərəli həlli çıxartmaq ortalığa, fikir azadlığı əsas rol oynayır. Beyin həmləsi ilə bağlı əsas yadda saxlamalı olduğumuz cümləmiz nədir? Problem sualı lövhədə yazılır və şagirdlər doğru-yanlış fərq etmədən öz cavablarını, ideyalarını çəkinmədən bildirirlər. Əsas da nəyi formalaşdıracaq? Təfəkkürü inkişaf etdirəcək, şəxsi ifadə tərzini istiqamətləndirəcək, situasiyalardan çıxış yolu tapmağa, təhlil etməyə və səmərəli həll yollarının tapılması ilə bağlı qərar qəbul etməyə kömək olacaq. Bu da oldu bizim beyin həmləmiz. Daha sonra söz assosiasiyaları. Söz assosiasiyaları isə anlayışın çıxarılmasının əksidir. Burada anlayış verilir və biz onun xüsusiyyətlərini sadalayırıq. Nəyi bildiyimi aşkara çıxarır verilən anlayışla bağlı və eyni zamanda yeni öyrəndiyimi də aşkara çıxarmağa kömək olur. Məsələn, gördüyünüz nümunədə ikinci növ təyinli söz birləşməsi ilə bağlı şagird öz bildiyi hər şeyi orada qeyd edir. Daha sonra klaster və yaxud da şaxələndirmə, buna biz başqa adla hörümçək toru da deyirik. Çünki hörümçək toruna bənzəyir. Açıq və sərbəst düşünməyə sövq edir, assosiasiya tapmağa, onları əlaqələndirməyə bizə kömək edir, əvvəlki bilikləri nəzərdən keçirməyimizə kömək edir. Bu da eyni ilə BBO-da olduğu kimi diaqnostik qiymətləndirmə aparmağa imkan verir. Yəni şagirdlərin ilkin biliklərini bilməyimizə kömək edir. Bu belədir ki, mən hər zaman bunu belə deyirəm, babamın babasının babasının babası. Yəni hər belə deyək, bir anlayışın xüsusiyyəti, o xüsusiyyətləri tərzində davam edir. Şagirddə təbii ki, nəyi formalaşdıracaq? Assosiasiya tapmaq, anlayış ideya arasında əlaqəni möhkəmləndirmək, köhnə biliklərdən yerində düzgün istifadə etmək və s. kimi bacarıqları formalaşdıracaq. Daha sonra davam edək. Fırlanan lövhə. Fırlanan lövhə yeni bir üsuldur. Yəni yeni eşitdiyimiz bir üsuldur və eyni ilə klasterə bənzəyəcək. Klassik sual-cavab sessiyasını həm öyrədici, həm əyləncəli etməyə kömək eləyəcək. Bu belə olur ki, lövhə üzərinə bir-iki hissədən ibarət olan hər hansısa nələrsə yapışdırılır və hər bir şagird öz tərəfini seçir, gedir, oradan suallar çəkir, oxuyur və cavablandırır. Təbii ki, bu da klasterə bənzədiyi üçün şagirddə köhnə biliklə yeni bilik arasında əlaqə yaradacaq, sual formalaşdırmağa, təhlil etməyə, dəyərləndirməyə kömək olacaq. Daha sonra 3-2-1 üsulu. 3-2-1 üsulu belədir ki, öyrəndiyim 3 şey məni maraqlandıran, 2 şey hələ də bilmədiyim bir şey deyə qeyd edirəm. Yəni BİBÖ-nün başqa bir variantıdır. Müəllim eyni zamanda təlim proqramında nəyi yenidən keçməli olduğunu görəcək bu üsulun köməyi ilə və şagirdlərdə anlama bacarıqları və maraqlarını ölçə bilmək kimi bizə kömək eləyəcək. Şagirddə nəyi formalaşdıracaq? Köhnə bilik və yeni bilik arasında əlaqə yaratmaq, qeyd götürmək, sual formalaşdırmaq, tərtib etmək və münasibət bildirməyi formalaşdıracaq. Daha sonra davam eləyirik.
Sinektika üsulu. Sinektika üsulu da yeni üsullardan biridir. Burada əsas bizim açar sözümüz nədir? Müxtəlif cinsli elementlərin birləşdirmə mənasını verir. Sinektika üsulu elə bilin ki, bizim uşaq vaxtı gördüyümüz bir neçə söz verirdilər və o sözləri bir-biri ilə mənalarına görə uzlaşdırırdıq. Həmin bu üsul sinektika üsulu hesab olunur və şagirdlərdə tənqidi və yaradıcı təfəkkürün inkişafına kömək eləyəcək qrup şəklində stimullaşdırma üsuludur. Şagirddə yaradıcı yanaşma, təfəkkürü, yəni həm tənqidi, həm məntiqi təfəkkürü inkişaf etdirəcək, optimal həll yolunu seçəcək və sair kimi bacarıqlar inkişaf etdirəcək. Daha sonra Sinkveyn üsulu. Sinkveyn üsulu isə az sözlə əsas fikri ifadə edə bilmək bacarığıdır. Bir söz verilir və o sözlə bağlı olan sözləri yazırıq və şagirddə ümumiləşdirmə, fikrin lakonik və dəqiq ifadəsi, nəticə çıxarmaq, oxuyub anlama kimi bacarıqlar formalaşdıracaq. Daha sonra sual-cavab sessiyası hər bir dərsin tərkib hissəsini təşkil edir, şagirdləri düşünməyə vadar edir, onları təlim prosesinə cəlb edir, qiymətləndirmə aparmağımıza və yeni mövzunu təqdim edilməsi məqsədi ilə aparılan iş üsullarından biridir. Klassik sual-cavab formatındadır. Sual verirsiniz, uşaqlar cavablandırır. Daha sonra deməli, dairə üzrə hərəkət. Dairə üzrə hərəkət üsulu isə bizə keçirilənlərin təkrarı və şagirdlərin öyrənməsi baxımından əlverişli bir üsuldur. Burada əsas diqqət edilməli olan məqam nədən ibarətdir? Sualların cavabı hə, yox olmamalıdır. Yəni, açıq tipli sual verməliyik, qapalı tipli yox. Və verilən cavabların sayı dairədəki uşaqların sayına bərabər olmalıdır. Dairə üzrə hərəkətdə uşaqlar dairə formada otururlar və suallara cavab verirlər. Şagirddə köhnə biliyin sistemləşdirilməsini dinləyib anlama və sürətli düşünmək bacarığını formalaşdıracaq. Daha sonra tap görüm üsulu, tap görüm adlı bir üsul var. Bu üsul həm kinestetik, həm lingvistik intellektdə olan şagirdləri eyni anda dərsə cəlb eləyəcək. Jest və mimikalarla danışmadan sözü başa salmaq üsuludur. Yəni, kimsə ola bilər ki, ya belə eləyək, kartışkalarda sözlər atırıq, o söz gəlib bir nəfər seçir və başlayır əl-qol hərəkətləri ilə uşaqlara həmin sözü başa salmağa və şagirdlərdə nəyi formalaşdıracaq? Fikri izah etmək, söz ehtiyatına məqsədə uyğun şəkildə istifadə etmək, köhnə və yeni biliklərlə əlaqənin qurulması, yaradıcı təfəkkürü inkişaf etdirmək, məntiqi və tənqidi düşünməni inkişaf etdirəcək. Daha sonra davam eləyək. Obrazlar xəritəsi adlı bir üsulumuz var. Obrazlar xəritəsində daha çox biz bunu ədəbiyyatda, tarixdə istifadə eləyəcək və yaxud da elmi sahələrdə rast gəlinən obrazların sadə rəsmi dildə izahıdır. Hər hansısa bir şəxs verilir və o şəxslə bağlı fikirlər, belə deyək, qeyd olunur. Refleksiya etmək bacarığını və yaxud da refleksiya etməyimizə imkan verir. Şagirddə nəyi formalaşdıracaq? Təhlil etməyi, ümumiləşdirməyi, əsaslandırmağı və xüsusiyyətləri tapmağı. Məsələn, baxın, şəkildəki kimi bir verə bilərik. Obraz veririk. Tutaq ki, Şah İsmayıl Xətai. Şah İsmayıl Xətainin yerinin olsaydı nə edərdin? Şah İsmayıl Xətai haqqında nə düşünürsən? Və s. kimi burada verilən suallara cavab tapırıq və bu da olur bizdə obrazlar xəritəsi. Daha sonra davam eləyək. Bingo adlı bir üsul var. Bingo üsulu şagirdlərin dərsə marağını saxlamağı təmin eləyir. Belə deyək ki, suallar verilir, anlama səviyyəsini şagirdlərin yoxlamaq üçün və keçirilənlərin təkrarını həyata keçirməyimizə imkan verir və bu zaman biz 6 damalı, burada təbii ki, say dəyişə bilər, iş vərəqlərindən və anlayışların yer aldığı siyahıdan istifadə eləyirik. Şagirddə bilikləri sistemləşdirəcək, dinləyib anlamağa kömək eləyəcək, təhlil edəcək, sürətli düşünməyə kömək eləyəcək. Daha sonra mən kiməm üsulu. Mən kiməm üsulu da daha çox ədəbiyyat və tarixi şəxsiyyətlərlə bağlı bir üsuldur. İnteraktiv yolla şəxsiyyətlər haqqında bilikləri yoxlamağa imkan verəcək. Bu yolla müəllim sual verənin və digər uşaqların mövzuları necə mənimsədiklərini əlaqələndirmək qabiliyyətini yoxlayacaq. Bu nədir? Bu da üsul, belə bir üsuldur ki, tutaq ki, mən
belə deyək də, uşaqlardan Məhəmməd Füzulini soruşmaq istəyirəm və bu zaman deyirəm ki, mən məsələn filan əsərlər yazmışam, filanıncı ildə anadan olmuşam, tapın görək mən kiməm. Yəni axırda uşaqlar o şəxsiyyətin kim olduğunu bəlli edir. Elə bilin ki, şəxsiyyətin cildinə girirsiniz, roluna girirsiniz və onunla bağlı olan suallar verirsiniz. Yəqin ki, belə oyunlar oynamısınız. Şagirddə köhnə və yeni biliklə əlaqəni müəyyənləşdirəcək və sual verməyi gücləndirəcək. Daha sonra bitməyən hekayə adlı bir üsul var. Bu üsul sözlər verilir və sözləri yaradıcı şəkildə istifadə edərək verilən sözlərin olduğu bir mətn qurmaq tələb olunur. Təbii ki, fikrimizi ifadə etmək, söz ehtiyatından məqsədə uyğun istifadə etmək və yaradıcı təfəkkürümüzün inkişafına gətirib çıxaracaq. Daha sonra tətbiq kartları var. Tətbiq kartları sinifdə keçirilənləri real həyatda tətbiq etmək üçün şagirdləri fikirləşməyə sövq edir. Tətbiq kartları budur ki, məsələn, belə bir öyrəndiyim hər hansısa bir situasiyada həyatda necə istifadə edərdin kimi bir kartlar üzərində suallar yazılır və şagird sırf onun üzərində fikirləşməyə başlayır. Məntiqi və tənqidi təfəkkürü inkişaf etdirəcək, tətbiq etmə bacarığı formalaşdıracaq, fikirləşməyə sövq eləyəcək. Şagirddə nə formalaşdıracaq? Biz bunları dedik, ən əsas da layihə üçün təklif hazırlamağa kömək olacaq. Daha sonra sinif küncləri belə olur ki, düşüncələri siniflə bölüşmə və dərs zamanı hərəkət etmə imkanı verir. Mövzu ilə bağlı müxtəlif belə deyək, fikirləri künclərdə qeyd edirik və şagird öz düşüncəsini dedikdən sonra gedir hansı künc ona daha uyğundursa orada yerləşir və eyni küncdə toplanan şagirdlər fikirlərini daha sonra birlikdə bir qrup halında əsaslandırmalıdırlar. Şagirddə öz fikrini əsaslandırmaq, münasibət bildirmək, təhlil etmək, dəyərləndirmək və arqument gətirmək kimi bacarıqlar formalaşdıracaq. Daha sonra qrupla problem həll etmə adından da göründüyü kimi qrup formasında hər hansısa bir problemin həllinə yönəlirik və tənqidi təfəkkürümüzü inkişaf etdirən bir üsul olacaq. Ən ideal həll yolunu tapmağa bizə kömək edir. Tapmaca üsulu adından da göründüyü kimi tapmaca verilir, problem həll etmə və tənqidi təfəkkürü inkişaf etdirən bir üsuldur və dedektivlik oyunudur. Çünki burada şagirdlərdə açar sözlər verilir və sən oradan elə bil ki, o tapmacadan sözü tapırsan. Tənqidi təfəkkürün təhlil etmək və əsaslandırmaq bacarıqlarını şagirdlərdə formalaşdıracaq. Daha sonra sağ qalma ssenariləri var. Sağ qalma ssenarilərdə əsas məqsədi qurama situasiyalar verilir. Ssenarilər fikirləşir və şagirdlər sağ qalmaq üçün öz tənqidi düşüncələrindən istifadə etməklə, məntiqi və tənqidi təfəkkürdən istifadə etməklə dəyərləndirmə, əsaslandırma aparırlar və inandırmaq bacarıqları formalaşdıran bir üsul olacaq. Deməli, sağ qalma ssenarilərində bir problem verilir və o problemdən şagird necə çıxıb sağ qala bilər, o barədə belə deyək, söhbət açılır. Daha sonra poetik cığır. Poetik cığırda belədir ki, hər hansısa bir əsərin müəyyən bir hissəsi oxunur və ədəbiyyatda istifadə olunacaq təbii ki, bundan və şagirddən orada saxlanılır. Şagirddən həmin əsərin davamı necə olacaq, necə bitəcək, bunu təxmin etməsi istənilir və daha çox da mənzum şeirlər üzərində qurulan bir üsul olacaq. Daha sonra dəyirmi masa və yaxud da biz buna karusel də deyirik. Çox adam yeni dəyirmi masa adını görüb, dedi ki, bu nə üsuldur? Amma bu eyni ilə karuseldir, sadəcə onu başqa cür adlandırmışıq. Bu üsul beyin həmləsinin bir növü olacaq. Saat əqrəbi istiqamətində belə deyək, otururuq, yəni hərəkət saat əqrəbi istiqamətində baş verəcək və burada heç bir izahata, dəyərləndirməyə və sual verilməsinə icazə verilmir. Belədir ki, kağızda suallar yazılır və ideyalar saat əqrəbi istiqamətində paylanaraq həmin kağıza qeyd olunur. Və bu qrupun ideyası bitənə qədər eyni qaydada davam eləyəcək. Əsas məqsədi də bunun nədir? Sinifdəki bütün şagirdləri aktiv saxlamaq və dərsə cəlb etmək. Şagirddə nə formalaşdıracaq? Məntiqi tənqidi təfəkkürü inkişaf etdirəcək, müstəqil düşünməni inkişaf etdirəcək, ünsiyyət bacarığı dəyərləndirmə və qarşılıqlı əlaqəni inkişaf etdirəcək. Daha sonra
Rollu oyun metodları. Rollu oyun, simulyasiya oyunları, modelləşdirmə və səhnələşdirmə olmaqla əsas üsulları bunlardır. Rollu oyun deyəndə biz nəyi nəzərdə tuturuq? Rollu oyun odur ki, belə deyək ki, problemlərə digər adamın gözü ilə baxırıq. Yəni açar sözümüz budur. Problemə digər adamın gözü ilə baxıram. Və burada tənqidi və yaradıcı təfəkkürüm inkişaf eləyəcək. Bu belə olur ki, məsələn, hər hansısa bir rol müəyyənləşdirilir. Tutaq ki, şagirdə deyirəm ki, xeyirxahlıq rolunu oyna, yəni mənə xeyirxah insan rolunu oyna və şagird belə deyək, müəyyən bir dialoq hazırlayırıq. O dialoqda rola girir. Və məsələyə müxtəlif nöqteyi nəzərdən yanaşırıq. Şagirdlər burada emosional keyfiyyət əldə eləyəcəklər. Rollu oyunla eyni ilə oxşar bir oyunumuz da var, simulyasiya oyunları. Simulyasiya oyunları da nəyisə imitasiya etmək, təqlid etmək, fəaliyyət və hadisələri yalandan yaratmaq deməkdir. Uydurma burada əsas rol oynayır. Dedik ki, bir-birinə oxşurlar, bəs bunların fərqi nədir? Rollu oyun və simulyasiyanın hər ikisində bir xəyali situasiya verilir. Amma rollu oyun zamanı şagird problemə başqasının gözü ilə baxır, amma simulyasiyada öz gözü ilə baxır. Rollu oyunda deyirəm ki, tutaq ki, mən əsəbi insanam, amma sakit insanın roluna girirəm. Amma simulyasiyada problemi veriblər mənə, necəyəmsə o tərzdə mən problemə, belə deyək, öz imitasiyamla müdaxilə eləyirəm. Daha sonra rollu və oyun və simulyasiya imitasiya, təqlid etmək, fəaliyyət, hadisə və situasiyaları süni şəkildə yaratmaq deməkdir. Hər ikisində sünilik var, yaratmaq var. Və keçək bu oldu simulyasiya. Deməli, ən əsas fərq bundan ibarətdir ki, simulyasiyada öz gözümdən baxıram, rollu oyunda başqasının gözü ilə baxacam. Daha sonra modelləşdirmə. Modelləşdirmənin əsas məqsədi uydurmanı gerçəklə müqayisə etməkdir, sadələşdirməkdir və bunu rollu oyundan və səhnələşdirmədən, eyni ilə simulyasiya oyunlarından əsas fərqləndirən məqam bundan ibarətdir ki, burada qeyri-müəyyən sonluq var. Yəni, bu bir sırf həyatla əlaqəlidir və mən bunun sonunun necə bitəcəyini bilmirəm. Amma rollu oyunudur, yazmışam və yaxud da səhnələşdirmədə hazır ssenari əsasını götürdüm, oynadım. Bilirəm ki, sonu nə ilə bitəcək. Amma modelləşdirmədə belə deyil. Modelləşdirmədə atıldıq səhnəyə necə var elə oynayırıq və beləliklə bilmirik ki, son necə bitəcək. Və nəhayət səhnələşdirmə nədir? Hazır ssenari əsasında tutaq ki, götürdüm, Hacı Qara əsərini qoydum tamaşaya. Bax, bu olur nə? Səhnələşdirmə. Daha sonra kublaşdırma. Kublaşdırma hal-hazırda yeni ad kimi bizə təqdim eləyiblər Bloom kubu. Niyə görə Bloom kubu? Çünki kublaşdırmanın biz demişdik ki, 6 dənə üzü var və bu 6 dənə üzdə bizim həll etməli olduğumuz məsələlər hamısı Bloom taksonomiyasının səviyyələrinin inkişafına xidmət eləyir. Əsas məsələmiz kublaşdırma ilə bağlı nədir? Mövzunun hərtərəfli öyrənməsinə bizə kömək eləyir, hərtərəfli baxışdır mövzuya və burada biz təsvir edirik, müqayisə edirik, əlaqələndiririk, təhlil edirik, tətbiq edirik, lehinə və əleyhinə münasibətlər bildiririk. Üsulun ardıcıllığı birinci olaraq biz adlandırırıq. Bu zaman faktoloji suallardan istifadə edirik. Səbəb göstəririk, sonra əsaslandırırıq, təklif edirik, yenisini yaradırıq və nəhayət ətrafımızdakılarla paylaşırıq. Şagirddə 3 təfəkkür növünün üçünün də inkişafına ən əsas kömək eləyəcək, sual tərtib etmək bacarığını formalaşdıracaq və inteqrasiya etmək, dəyərləndirmək kimi bacarıqlar formalaşdıracaq. Daha sonra qərarlar ağacı. Qərarlar ağacı da belə deyək, problem həllinə yollar tapmaq üçün ən əsas vasitələrdən biridir. Ən səmərəli həll yolunun seçilməsinə kömək edir və burada əsas bizim məqsədimiz nədir? Müsbət və mənfi cəhətləri müəyyənləşdirməkdir. Məsələn, mən hər zaman bunu nümunə çəkirəm. Tutaq ki, diyeta saxlamaq üçün bizə lazım olanlar hər öz variantını deyir, qeyd elədik. Ondan sonra həmin o variantları biz müzakirə edib bu variantların müsbət və mənfilərini müqayisə
eləyirik. Üsulun ardıcıllığı belədir ki, birinci hər hansısa bir problem müəyyənləşdirilir, sonra beyin həmləsi üsulu ilə mümkün olan həll yolları və ideyalarını müəyyənləşdiririk. Daha sonra müsbət və mənfi tərəfləri müzakirə edib 3 həll yolu saxlayıb və nəhayət 3 variantdan birini seçib ondan sonra qərarı qiymətləndiririk. Şagirddə problemin bir neçə həll yolunu tapmağa, səbəbləri təhlil etməyə, əsaslandırmağa bizə kömək eləyəcək və eyni zamanda tənqidi və məntiqi təfəkkürü inkişaf eləyib əməkdaşlığa da kömək edən bir üsuldur. Yəni əsas məqsəd nədir? Problemin həll yollarını seçmək. Daha sonra davam edirik. İdeyalar xalısı minimum 30 dəqiqə vaxt sərf edilir. Burada da problemin səbəbləri göstərilir və niyə görə ideyalar xalısı adlandırılır? İri bir batman kağız götürürük. Hərə öz ideyasını, yəni problemlə bağlı ideyasına bir A4-ə yazıb həmin o iri batmanın üzərinə rəngli kağızın və yaxud da üzərinə yazıb yapışdırır və beləliklə iri xalçaya bənzər bir belə deyək, problem həlləri, problem səbəblərini biz qeyd etmiş oluruq orada və buna görə də rəngli xalçaya bənzədiyinə görə biz onu ideyalar xalısı adlandırmışıq və minimum 30 dəqiqə vaxtımızı alır. Əsas məsələsi problemin səbəb və həll yollarını axtarmaq, diskussiya vərdişlərini inkişaf etdirmək və problemin həllində irəlilənmək. Daha sonra cisim və hadisələrə müxtəlif nöqteyi nəzərdən yanaşılması deyilən bir üsulumuz var. Bu nə deməkdir? Tutaq ki, bir əşyadır. Elə MİQ imtahanına bu il düşənlərdən deyəcəm. Tutaq ki, telefondan deyirəm ki, başqa cür necə istifadə edə bilərsən. Bax, bu artıq həmin o telefona başqa bir baxış formasının yaradılmasıdır, başqa bir nöqteyi nəzərdən yanaşılmasıdır və bu olur cisim və hadisələrə müxtəlif nöqteyi nəzərdən yanaşılma üsulu. Əsas məsələsi yaradıcı və tənqidi təfəkkürümüzü inkişaf etdirmək olacaq və eyni zamanda şagirddə təhlil etmək, vəziyyəti qiymətləndirmək, məntiqi və tənqidi təfəkkürü inkişaf etdirmək və dəyərləndirmək kimi bacarıqlar formalaşdıracaq. Daha sonra proqnozlaşdırma deyilən bir üsulumuz var. Bu üsul da şagirdlərə öz təxəyyüllərini işə salaraq bədii əsəri öz variantları əsasında davam etdirməyi tələb edirlər. Bunu belə deyək, poetik cığırdan nə fərqləndirir? Biz burada hekayəni oxuyuruq, amma sonluq deyirəm ki, proqnoz verirəm ki, belə bitməsəydi, mənim təxəyyülüm kimi bitsəydi, daha yaxşı olardı kimi öz variantlarımızı irəli sürürük və şagirddə təbii ki, bütün 3 təfəkkür növünü inkişaf etdirəcək, təhlil etmək və dəyərləndirmək bacarıqlarını formalaşdıracaq. Daha sonra insident üzərində iş. İnsident üzərində iş əsas belə deyək, açar sözü budur ki, real hadisələr üzərində problem həll etmə bacarığını tətbiq etməyi tələb edir. İnsident belə deyək, elə bilin ki, getmisiniz, cinayət baş verib və cinayətin üzərində siz araşdırma aparırsınız və burada da real hadisələrin üzərində problem həll etmə bacarığını biz burada həll edirik bu üsulda və təbii ki, real həyat teması ortaya atıldığına görə bu şagirdi real həyata hazırlayan bir üsul olacaq. Şagirddə problem həll etmə, məntiqi və tənqidi düşünmə, qiymətləndirmə, fikir ifadə etmək, əsaslandırma və nəticə çıxarmaq kimi bacarıqları formalaşdıracaq. Bitmir ki, bitmir. Daha sonra ziqzaq üsulumuz var. Ziqzaq üsulumuz bilirsiniz artıq minimum 2 saat vaxt sərf edirik biz buna. Əsas məqsədi nədir? İri həcmli bir mətn olur və biz o mətni qısa müddətdə öyrənirik. Necə olur? Burada var əsas qrup və belə deyək, necə olur? Deməli, əsas qrupa bölürük uşaqları, ondan sonra o qrupların özündən də qruplar yaradırıq və daha sonra mətni böldük, verdik, hər qrup mətnin bir hissəsini öyrəndi. Ondan sonra o ikinci qruplarımız ki var, onlar öyrənib bitirəndən sonra yenidən o nömrələnənlər qayıdır əvvəlki əsas qruplarına və beləliklə bir qrup bütün mətni öyrənmiş olacaq və şagirddə dinləyib anlama, oxuyub anlama, danışma, təhlil etmə, əməkdaşlıq kimi bacarıqlar formalaşdıracaq. Ziqzaqa bənzəyən bir üsulumuz da əlavə olunub, mozaika, eynilə ziqzaq kimidir. Birgə aktiv öyrənmə fəaliyyətidir. Problemin müəyyən bir hissəsi sadəcə burada veriləcək və bu hissəni şagirdlərdən, yəni bölünən qruplardan tamamlanma tələb olunacaq. Şagirddə yenə də ziqzaq kimi dinləyib anlama, oxuyub anlama, danışma, təhlil etmə
və əməkdaşlıq bacarıqları formalaşdıracaq. Eynilə ziqzaq kimidir. Sadəcə burada biz artıq mətnin bir hissəsini, problemin müəyyən bir hissəsini veririk və o problemin müəyyən hissəsini tamamlamağı tələb eləyirik. Deməli, mozaikada problemi tamamlayırıq, amma biz bayaq oxuduğumuz proqnozlaşdırma və yaxud da poetik cığırda biz əsəri tamamlayırıq. Bunlar tamam başqa şeylərdir, ona görə qeyd edin. Daha sonra bizdə var insert üsulu və yaxud da T cədvəl. Bunlar da 2019-cu ildə həyatımıza daxil olmuşdu. Çox belə deyək, sual-cavaba gəldi ki, nədir bunlar? Qorxulu heç bir şey yoxdur. Insert üsulu odur ki, bir mətn verilir və şagird o mətni kodlaşdırır, istifadə eləyir plus və sual işarəsi və tire işarəsindən. Əgər mətnin belə deyək, oxuduğu mətndə tanış olmayan təzə informasiya varsa plus qoyuruq. Məlum olan informasiya varsa V qoyuruq. Mətnin aydın olmayan hissələri və yaxud da əlavə məlumat lazım olan hissələrinə sual qoyuruq. Mətnin müəyyən hissəsi ilə razı olmadıqda isə tire qoyuruq. Yəni ən əsas məsələ burada nədir? Mətnin kodlaşdırılması. Daha sonra T cədvəl var. T cədvəl isə məntiqi və tənqidi təfəkkürü qiymətləndirmə, münasibət bildirmə kimi bacarıqları inkişaf etdirir. Əsas məsələ meyar müəyyənləşdirir, vaxt müəyyənləşdirir və şagirdlərə mövzu ilə bağlı məlumatı olmalıdır. Bu da eyni ilə, yəni insert üsulu ilə oxşar bir üsuldur. Daha sonra bizdə təqdimat, prezentasiya metodları var. Bura 2 dənəsə aiddir. Təqdimat və esse. Təqdimat həm yazılı, həm şifahi ola bilər. Bu təqdimat, məsələn, bir mövzu verirəm, getdiniz, siz ondan prezentasiya hazırladınız, təqdimat hazırlayıb gətirdiniz və nəticələr müxtəlif yollarla təqdim edirsiniz, fikirlərinizi də ifadə etməyi öyrənirsiniz. Amma essenin təqdimatdan fərqi nədir? Yalnız yazılı olur esse və təqdimat daha geniş ola bilər. Esse isə bir səhifədən çox olmamalıdır və esse müstəqil düşüncə və etüddür. Daha sonra demonstrasiya və illüstrasiya üsulları bu fakt və hadisələrin müşahidəsinə əsaslanan metodlara daxildir. Demonstrasiya, demo sözünün mənası hərəkət deməkdir və əşya və hadisəni dinamikada, yəni dəyişmə və inkişaf halında nümayiş etdirmək üçün istifadə olunan üsuldur. Bu üsula, məsələn, nələr daxildir? Uşaqlara gətirib göstərdiyimiz hər hansısa bir video, kino, fraqment, televiziya verilişləri, bax bunlar demonstrasiya olur. Çünki biz burada mövzunu hərəkət edən cisimlərin üzərində öyrənirik, amma illüstrasiya isə demonstrasiyanın əksidir. Hərəkət etməyən əşyaların üzərində biz qavrama nəzərdə tuturuq. Bura təbii əşyalardan şəkil, plakatlar, sxematik materiallar və simvolik əyani vasitələr, məsələn, xəritə, qlobus kimi vasitələrdən istifadəni nəzərdə tutacaq. Məsələn, mən hər zaman bu nümunəni göstərirəm. İllüstrasiya üsuluna bir nümunə Alma almaya bənzər filmində müəllimin sinifə alma gətirməsini göstərmək olar. İllüstrasiya üsuludur. Yəni biz buradan nəyə başa düşürük? Bu kurikuluma aid bir üsul deyil. Biz bundan ənənəvi dərs sistemimizdə də istifadə etmişik. Daha sonra bu üsullarımızın sonu idi və sonda bir sıra qeydlərim olacaq. Bütün müzakirə üsullarında hansı problemlər yarana bilər? Tolerantlıq olmama. Tolerantlıq odur ki, bizim bir-birimizə dözməyimiz, bir-birimizin sözü bir-birimizin boğazından keçməyimiz, nə çox bir-birimiz dedim. Yəni bir-birimizin sözünü udmağımız tolerantlıqdır, dözməkdir də tolerantlıq bir sözlə və mövzudan yayınmaq və yayındırmaq halları ola bilər. Daha sonra belə bir sual görə bilərsiniz ki, köhnə və yeni biliklə əlaqə yaratmaq üçün hansı üsullardan istifadə etmək olar? Bu, BIBE, klaster, 3-2-1, tap görün, fırlanan lövhə və mən kiməm üsullarıdır. Kiçik yaşlı uşaqlarda yaradıcı təfəkkürü inkişaf etdirmək üçün hansı oyun əsaslı üsullardan istifadə etmək olar? Sadəcə təsəvvür et, əşyaların qeyri-adi istifadəsi nə olardı əgər, yəni proqnozlaşdırma, əşyaların canlandırılması, evdə piknik və poetik cığır üsullarıdır. Bunlar əsas, yəni bu çürük düşəcəyinə görə bunların içərisində bilirəm, danışmağa ehtiyac duymadığım üsullar oldu. Çünki zaten adlarından bilinir ki, əşyaların qeyri-adi istifadəsi nədir?
əşyaların canlandırılması nədir və sinif müzakirəsində prosesin təşkili zamanı hansı üsullardan istifadə etmək olar? Akvarium, Sokrat dialoqu, dəyirmi masa və ziqzaq. Bu arada sinif müzakirəsi prosesində biz açıq və qapalı suallardan istifadə edirik. Qapalı suallar aşağı təfəkkür səviyyəsinin inkişafına, açıq suallar isə yüksək təfəkkür səviyyəsinin inkişafına bizə kömək eləyəcək. Aşağı təfəkkür və yüksək təfəkkür səviyyəsi nədir? Bunu da qeyd edin. Aşağı təfəkkür səviyyəsi odur ki, taksonomiyanın ilk 3 səviyyəsi, yəni bilmək və yaxud da xatırlamaq, anlamaq və tətbiq etmək səviyyələrinin inkişafı, amma təhlil etmək, dəyərləndirmək və yaratmaq səviyyələrinin inkişafı isə bizdə yuxarı təfəkkür səviyyələrinin səviyyələri hesab olunur. Bunu da bir qeyd kimi sizə dedim və təlim üsullarını biz əsas formalaşdırırıq. Təlim formaları ilə təlim üsullarının işlənməsi ilə bir də təlimin fəal təlimin mərhələləri ilə üsulların işlənməsinə görə və mən bunu hər zaman təqdim edirəm. Yenə də təqdim elədim, kiməsə lazım olar. Siz bunu sadəcə skrin edib, yəni daha sonradan öyrənə bilərsiniz. Bu təqdim etdiyim təlim formaları ilə təlim üsullarının işlənməsidir və bu da təlim üsullarının mərhələlərlə işlənməsidir. Ümid edirəm ki, sizin üçün bu çox aydın oldu. Və bu da belə. Və nəhayət ki, biz videomuzun sonuna gəldik. Ümid edirəm ki, yorucu olmadı sizin üçün. Bilirəm, bəzən çox tez-tez danışdım. Çünki vaxta sıxışdırmaq istəyirdim. Yəni mümkün qədər az vaxt olsun ki, sizin diqqətinizi cəlb edə bilsin deyə istədim. Ümid edirəm ki, üsullarla bağlı bundan sonra heç bir sualınız qalmayacaq. Çünki bu vaxta qədər kitablarda olan bütün üsullar barədə məlumat verməyə çalışdım. İnşallah ki, hər biri sizin üçün aydın olmuşdur. İzləmədə qalın. Belə deyək ki, səhifəni izləyin, yəni məni izləyin ki, videolarımızın sayı çoxalsın və yenə də nə sual qalsa mənə aşağıda yazın. Bacardığım qədər izah etməyə çalışdım. Özünüz bilirsiniz ki, qabaqcadan bunu deyim, tənqid edilməmiş. Özünüz bilirsiniz ki, üsullar 1000-dən çoxdur və mən bütün üsulları daha aydın şəkildə izah edə bilmərəm. Buna həm vaxtımız yetməz, həm də durub 1000-dən çox bir üsulu burada sizə izah etməyimin bir mənası yoxdur. Sadəcə onu izah et, bunu izah et dediyinizə görə mən bu günə qədər kitablarda olan üsulları topladım və izah etməyə çalışdım. İzlədiyiniz və dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Özünüzə yaxşı baxın.